Səhər saat 5 gəlmişəm dəniz qırağına kros qaçmağa. İndi hamı isti pastelində yatır, durmaq istəmir. Təbii ki, bu soyuqda heç kim yoxdan durmaq istəməz. Ancaq belə bir şey deyim ki, əsasında tələbələrimə deyirəm, cavanlara deyirəm ki, hamının etmədiyini etsən, hamının əldə etmədiyini əldə edəcəksən. Saat 5-də durmaq, isti yerindən durmaq, sən durmaq istəmirsən, amma bir təhər durursan, geyinirsən, çıxırsan soyuq havada, gəlirsən dəniz qırağına və ya hansısa bir parka qaçmağa və ya məşq edirsən və ya prosta sadəcə gəzirsən, sən səhər durmağa vərdiş edirsən. Səhər durmağa vərdiş edəndən sonra artıq sən həm həyatını uzadırsan, artıq sən ömrün uzun olur, çox yaşayırsan, çox gün görürsən, çox şey görürsən, vaxtın çox olur, işlərini çatdırırsan. İndi səhər saat 5-dir, çox cavanlar indi hərdən görürəm, gecə klublarından qayıdırlar, əyləncələrdən qayıdırlar. Gələcəklər evə yatacaqlar, bir də axşam yuxudan duracaqlar ya günorta 3-də 4-də. Tezdən yığışıb danışacaqlar, gecə necə əylənirdilər, gecə klubların qəhrəmanları olurdular. Və bu boş danışıqlar onları hər gün geriyə atacaq və axşam yenə eyni şey, səhər duracaqlar. Paxmel, baş ağrısı, ürək bulanma, enerji yox. Təbii ki, elə bir insan heç özünü inkişaf etdirə bilməz. Heç bir özünü inkişafa dair onun beynində heç düşüncə formalaşa bilməz. Çünki onun vərdişi yoxdur. Çünki o bu aspektdə deyil, bu xəttdə deyil. Başqa bir həyatın başqa bir xəttində, müvəqqəti həzzlər xəttindədir. Müvəqqəti dopamin axtarır bu insanlar. Ancaq təbiətin bizə verdiyi həzzlər, təbiətin bizə verdiyi dopamin, biz onu həm özümüzə xeyir olan şeylərə tapırıq, həm də o uzun müddətli olur. Səhər yuxudan durmaq o özü bir xarakteri formalaşdırır. Disiplin sənin istəmədiyin şeyi sevə-sevə edə bilməyindir. Əgər sən bir şeyi istəmirsən eləmək, amma onu sevə-sevə edə bilirsənsə, bu artıq disiplindəsən və disiplin olan insanlar güclü insanlardır. Yadınızda saxlayın, motivasiya boş şeydir. Motivasiya sənin müvəqqəti bir günlük, 2 günlük səni biraz saxlaya bilər. Amma disiplin daimi səni saxlayır. Hansı bir vərdişi formalaşdırmaq istəyirsənsə, o vərdişi 21 gün edəndə beynində ona aid hüceyrələr yaranmaq başlayır. O vərdişə aid hüceyrələr yaranmağa başlayır. Və bu davamlı olandan sonra artıq o iş səni buraxmır. 2 ay, 3 ay uzandıqca o iş səni artıq buraxmır. 21 gündən sonra asan da olur biraz. Artıq səni tələb edir bədənin. Məsələn, mən əvvəl budilniklə dururdum səhər 5-də, indi artıq budilniksiz dururam. Budilnik qoşmuram. Budilnik vurmadan artıq mənim gözlərim açılır səhərlər. İstədim biraz sizinlə bu düşüncələrimi bölüşüm. Artıq başlayayım mən qaçmağa. Sağ olun.